Salam uşaqlar, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq, birinci bloklar üçün sınaq 15-ci izahı. Birinci sükunətdə olan liftin tabanından cisim asılıb, lift aşağı doğru yönələn A bərabər J bölgü təcili hərəkətə başlasa, cismin çəkisi və ona təsir edən ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi uşaq düsturu yerin təsiri altındadırsa hələ də, yəni yerdən çıxmayıbsa, uzaqlaşmayıbsa, kifayət qədər nəzər alınacaq qədər hündürlüyü olduğunda, onda F ağırlıq həmişə MJ-yə bərabər olur, dəyişməz. Çəki isə normalda sükunətdə isə MJ idi. İkinci halda oldu MJ minus A. A-nın da yerinə J bölü 2 yazsaq, olacaq deməli M vurulsun J çıx J bölü 2. J'dən də J bölü 2 çıxsaq, olacaq MJ bölü 2 ümumilikdə. Deməli normalda MJ-də oldu MJ bölü 2 2 dəfə azaldı, dəyişməz B variantı. Eyni materialdan olan naqillərin uzunluqları, en kəsiklərin sahələri, olarsız induktivlikləri bu qədər olan sarğazadakı maqnetiziyenin nisbətini. Finin düsturuşları el idi. E'nin də yerinə baxaq. Dövrədə paralel birləşiblər. Paralel birləşmə zamanı o sabit olduğuna görə E'nin yerinə O böl R yazırıq. Aha. L vurulsun O böl R. Gördüyümüz kimi burada bizə verib uzunluqları və sahələri. R'in də yerinə yazmaq lazımdır. Rho L bölünsün S. Rho L bölünsün S. S qalxdı yuxarı. Gördüyümüz kimi F S-lə düz, Fi S-lə düz, Fi L-lə tərs və L-lə də düzüm tərs bastı. Fi 2 böl, Fi 1-i soruşur. Deməli, dedik ki, S-dən düzdür. S2 böl S1, L-lə düzdür. L2 böl L1 vurulsun. L-lə tərsdir, uzunluqla tərsdir. Olacaq deməli, L1 bölünsün L2. İndi yerinə qoyaq sahələr. Bizə verib S1 bərabər 2, yəni burada S1-lə S2-ni ixtisar aparsaq, qalacaq aşağıda 2. L2 bərabər 3 L1 verib, ixtisar aparsaq burada qalacaq 3. L1-dən L2-yə L2 bərabər 3 L1 verib, buradan ixtisar aparsaq qalacaq 3. Deməli, buradan 3-lər də geçsə alarıq 2-də 1 və ya 0,5 A variantı. 3-də elastiklik qüvvəsinin yay üzərində gördüyü işin yayın uzamadan asılı qrafik verilmişdir. Yayın sərtliyini hesablayın. Deməli, uşaqlar, iş elastiklik qüvvəsinin yay üzərində gördüyü işin yayın uzanmasını. İşin düsturu kx kvadrat bölü 2, yəni yayın potensial enerjisinin dəyişməsinə bərabərdir. Burada vəziyyəti belə götürə bilərsiniz. 0-la 1 arasına baxa bilərsiniz, 1-lə 4 arasına baxa bilərsiniz və ya 0-la 4 arasını sayda üçün təbii ki 0-dan götürək. 0-la 4 və ya 0-la 1 arası fərq eləməz. Birinci halımızda x1 0, x2 də olacaq, deməli, baxaq 4-ə. Üzr istəyirəm, 20-yə. 20 cm, yəni 0,2 metr. İndi elastiklik qüvvəsinin yay üzərində gördüyü işin. Elastiklik qüvvəsinin gördüyü iş A bərabərdir, mənfi YP-dir, yəni potensialın mənfi dəyişməsi də olacaq K bölü 2. X1-in kvadratı çıxılsın, X2-nin kvadratı. İşin yerinə 20 götürdüyümüzə görə 4 yol yazırıq. 4 bərabərdir K bölü 2. X1 0 idi, X2 isə 0,2 də olacaq 0,4. Təbii ki, mənfisi də var. 0,4. 4'lər getdi buradan. Burada qaldı 100. Kandı tapanda 100 vur 2-dən alacaqsınız ki 200 Newton bölünsün metr. Sonra 4. X oxu boyunca harmonik rəqslər edən cismin impulsun preksiyasının zamanında asılı qrafiki verilmişdir. Qrafikin hansı hissələri elastiklik qüvvəsinin mənfi iş görməsinə uyğundur. Mənfi iş görməsinə. İşin mənfi olması üçün hərəkət yavaşın olmalıdır. Yavaşın olması üçün impuls və kinetik enerji azalmalıdır. Kinetik enerji harada azalır? İmpuls harada azalır? 1-dən 2-yə və 3-dən 4-ə. Deməli, bu hallarda görülən iş mənfidir. 1, 2 və 3, 4 D variantı. 5-də şəkil müstəvisinə yerləşən cəryanlı həlqənin maqnit sahəsinin nöqtəvi yük həlqənin mərkəzində olan anda ona təsir edən qüvvə hansıdır? Şəkil müstəvisinə yerləşən cəryanlı həlqənin maqnit sahəsinin nöqtəvi yük həlqənin mərkəzində olan anda ona təsir edən qüvvəsi hansı istiqamətdə yönələr? Cəryan müsbətdən mənfiyə doğru axır, yəni saat əqrəbi istiqamətdədir. Əgər saat əqrəbi istiqamətində idisə, deməli sağ əl qaydasına əsasən tapsaq, sağ əlimiz deməli belə deyək də, baş barmağımız cəryan istiqamətində olanda 4 barmağımız göstərəcəkdir induksiya vektorunun istiqamətini. Deməli, əgər və ya öyrənmişsiniz ki, saat əqrəbi istiqamətində isə bura olacaq x-lar. Deməli, induksiya vektoru oldu x oldu. Və biz Lorentz qüvvəsini tapacağıq. Çünki yükü zərcəyə təsir edən qüvvə Lorentz qüvvəsidir. X olduğuna görə ovuzunuzun hissə baxır. 4 barmağınız sola olanda baş barmağınız olacaq yuxarıya. Deməli, müsbət 2 olduğuna görə olduğu kimi də saxlayırıq. Şəkil müstəvisində yuxarıya doğru
E variantı. 6-da şəkil müstəvisində yerləşən cəryanlı həlqənin O nöqtəsində yaratdıqları maqnit sayəsinin yekun indüksiya vektorunun istiqamətini müəyyən edin. Biri deməli saat əqrəbi istiqamətindədir. Saat əqrəbi istiqamətindədir. O nöqtəsində yaratdığı maqnit indüksiya vektorunun istiqaməti olacaq x. Digər isə saat əqrəbinin əksinədir. O nöqtəsində yaratdığı maqnit indüksiya vektorunun istiqaməti olacaq nöqtə. İndi uşaqlar biri x, birin təqdə bəli istiqamət çıxılacaq. Sadəcə böyüyün istiqaməti götürülməlidir. Və baxırıq nəyə fikir vermək lazımdır. O nöqtəsi hansı naqilə daha yaxındırsa, çünki burada veribmi eyni cəryanlı naqil. Cəryan şiddətləri eynidir. Baxın verib. Cəryan şiddətləri eynidir. Baxırıq məsafəyə B, i-dən düz, r-dən tərs asıda hansı naqilə daha yaxındırsa onun yaratdığı indüksiya vektor daha böyük olacaq. Deməli birinci baxın bu xaricdə olan maqnit cəryanlı naqilin yaratdığı indüksiya vektorunun istiqaməti oldu x, amma içərisində olansa oldu nöqtə. Hansı daha yaxın? Təbii ki, içəridə olan naqilə daha yaxın olduğunun həmin vektorun istiqamətini götürürük. Çünki yekunda çıxmadı, böyüyün istiqaməti götürülməlidir. 7. Hansı radioaktiv çevrilmədə nüvənin yükü 2-yə qədər artır? Nüvənin yükünün 2-yə qədər artması üçün baxaq. Alfa şüalanmadır. Alfa nüvə helium nüvələr çevrilir. Helium 2 4-dür. Nüvənin yük ədədi 2 vahid azalır. Beta müsbət şüalanma, pozitron şüalanmadır. Burada da 1 vahid azalır. Deməli, bir dənə alfa olanda 2 vahid azalır, 4 dənə beta olanda 4 vahid azalır. Burada ümumilikdə 6 vahid azalmış oldu. A variantı getdi. B-yə baxaq. 2 alfa, 1 alfada 2 vahid azalırsa, 2 alfada 4 vahid azalır. Beta mənfi şüalanmada isə mənfi 1 0-da yük ədədi 1 vahid artır. Üstə gəlinsin 1 oldu, bu mənfi 3 qədər azalmış. C variantına baxaq. 1 alfada dedik 2 vahid azalır. 1 betada isə mənfi betada 1 vahid artırdı. Deməli 1 alfada 2 vahid azaldı, mənfi 2, 4 betada 4 vahid artdı. Mənfi 2 üstə gəl 4 müsbət 2-yə qədər artmış oldu. C variantı. 8. Dövrənin faydalı şəmsalı 80%, cəryan mənbəyinin daxili müqaməti 1 ohm olarsa, xarici müqamətini hesablayın. Faydalı şəmsalının üstürü R bölünsün, R üstə gəlinsin, R-dir. Vur 100%'e, 100% keçirdi bura. 80'i bölsə 100'e 0,8. R bölünsün, R üstə gəlinsin 1. Çarpaz vursaq 0,8 R. Üstə gəlinsin 0,8 bərabərdir R-ə. R-dən 0,8 R çıxsaq qalar 0,2 R bərabər 0,8'ə. Ondalar getdi. R-də bərabər olar 4 ohm D variantı. 9. Metal kürələr üfüqi dielektrik səthdə düz xəttli bərabər səthdə hərəkət edir. Kürələr eyni anda eyni işarə yüklənsə, onların hər birinin kinetik enerjiləri. Digər təsirlər nəzərə alınmır. Deməli uşaqlar, ikisi də eyni işarə yüklə, məsələn müsbət yüklə yüklənsə, artıq bunlar bir-birlərini itələyəcəklər. Birinci cisim təsir edən qüvvəsi olan, ikinci cisimə təsir edən elektrik qüvvəsi sağa doğru yönəlmiş olacaq və sağa doğru yönələndə sürəti də sağa idi. İkisi də eyni istiqamətdə olduğuna görə yeyinləşəndir. Yeyinləşən olduğuna görə kinetik enerjisi artar. Digərində isə əks istiqamətdədirlər. Yavaşlayandı, yavaş olanda isə azalar. Deməli birincisi azalar, ikincisi artar. Azalar artar. A variantı. Onda S1 və S2 mənbələrindən qarşı-qarşıya koherent dalğalar yayılır. C nöqtəsində neçənci tərtib maksimallar nöqtə arasındakı məsafə yarım dalğa uzunluğuna bərabərdir. Nöqtə arasındakı məsafə yarım dalğa uzunluğu. Deməli C-yə qədər 1, 2, 3. Deməli bunun getdiyi məsafə oldu 3 vurulsun lambda böl 2. S2-nin getdiyi məsafə isə 1 lambda bölünsün 2-dir. İndi bizdən nə soruşur? Neçənci tərtib maksimum? Yollar fərqi dalğa uzunluqlarının deməli delta D bərabər olacaq bunların fərqi. Neçənci tərtib maksimumsa K vurulsun lambda şərtini yazmaq lazımdır. Gəlin yazaq uşaqlar. Delta D-nin yerinə bunları çıxaq. Nə alarıq? 3 lambda bölünsün 2-dən. Lambda böl 2 çıxsaq. Alarıq deməli 1 lambda böl 2. Düzdürmü? 1 lambda sadəcə 1 lambda. Lambda bərabərdir. D-nin yerinə lambda yazıram. Bərabərdir K lambdaya. Lambdalar da getsə olacaq 1. Birinci tərtib maksimum D variantı. 11. Çevrə üzrə eyni xətt üzrə. Eyni xətti sürətlə hərəkət edən maddi nöqtənin müşahidə başlanğıcından T böl 4, T böl 2 müddətlərində sürətlərinin dəyişmələri. Periodun yarısına bərabər müddətdə, məsələn A nöqtəsinə cisim sağa doğru gedirdisə, periodun yarısı yarım period uyğundur, çevrənin yarısını getməsinə uyğundur. Burada sağa doğru gedir, burada V, burada da mənfi V olduğuna görə toplayırdıq, nə olurdu? 2V. V2 anda. V1 andasa T böl 4-də, baxın 4-də 1-nə uyğundur və burada sürət aşağıdır. Ardındakı bucaq 90 dərəcədə VV olurdu kök altı 2V. Deməli V2-nin V1-ə, 2V-nin kök altı 2V-yə. V-lər getdi, kök altı 2-lər də getsə qalar ancaq kök altı 2 B variantı. 12. Bir cins
elektrostatik sahənin qüvvə xəttləri istiqamətdə hərəkət edən elektronun tormoz müddəti T0 olarsa 0,2 T0 müddətində onun potensial işlem zamanı asılı qrafiki hansıdır? Deməli uşaqlar, deyir ki, elektronun tormoz müddəti qüvvə xəttləri istiqamətində. Deməli, bura müsbət, bura mənfi, bu bizim qüvvə xəttlərimiz. Və elektron da əgər qüvvə xətti istiqamətində hərəkət edirsə, buna təsir edən qüvvə hara doğru yönəldi? Müsbətə doğru yönəlirdi. Yəni, hər hansısa bir potensial üzərindədir. Fi nöqtəsi var burada. Fi A-dan gəlir Fi B-yə. Və tormozlanaraq hərəkət edirsə, deməli, sürət dəyişir zamandan xəttas olaraq. Çünki bir cins sahədə də olacaq, təcil sabitdir, bərabər yavaşlayan. Bərabər yavaşlayan hərəkət isə kinetik enerji azalır, potensial enerji neyinir? Artır. Bunu deyir ki, tormoz müddəti T0'dır. Yəni, bu T0 müddətində tormozlanacaq. Həmin T0 müddətində kinetik enerji azaldı, potensial enerji artdı. Sonra uşaqlar nə baş verir? Buna sabit qüvvə, yəni elektrik qüvvəsi təsir etdiyindən bu tormozlandı, T0 müddətində dayandı. Bizdən amma soruşur 0,2 T0. Deməli, T0 müddətində dayandı və dayandığından sonra buna hələ də müsbətə doğru təsir edən bir qüvvə var. Həmin qüvvə onu intensivin əksinə doğru, yəni sükunət vəziyyətini hərəkətə gətirərək yeniləşən hərəkət elətdirir. Deməli, digər T0 növbəti T0, 2 T0 anında isə yeniləşəndə kinetik enerji artar, potensial enerji neyinər? Azalar. İndi gəlin baxaq. Birinci halda potensial enerji artdı, bizdən potensial soruşur. İkinci halda isə azaldı və zamanla bu asılı olacaq kvadrat. Çünki sürət xəttidirsə, kinetik enerjinin üstürü nə idi? mv kvadrat bölü 2 idi. V-nin yerinə AT-siz olacaq A kvadrat, T kvadrat. Potensial enerjinin azalmasına gəlin baxaq. Deməli, 0-dan T0-a kimi artacaq. T0-dan 2 T0 azalacaq. Görək, harada var? A səhvdir. B-də dedik 0 T0 müddətində artıb, sonra azalmalıdır. Bu səhvdir. D xətti də olmaz, Y xətti də olmaz. Yalnız qaldı C variantı. 0-dan T0 artır, sonra həmin qiymətdən neynədir? Eyni yerə gəldiyinə görə, eyni qiymətə görə də azaldı. Çünki təcil sabit idi. Eyni müddətdə eyni yerə də gəlmiş olacaq. 13 verilmiş kütləli ideal qazın təzyiqinin həcmdən asılılıq qrafiki verilmişdir. 1-2 proseslərində qazın sıxlığı. 1-dən 2. 1-dən 2 proseslərdə uşaqlar fikir verin. P0-dan 2 P0-a gəlib. Təzyiq 2 dəfə artıb. Həcmə fikir versək, həcmdə 2 dəfə artıb. İkisi də 2 dəfə artıb. Təbii ki, sıxlığın bunların ikisinin bir yerdə olan düsturu yox idi, amma ayrı-ayrı olan düsturlar var. Gəlin baxaq. Birincisi buradan rho bərabər P-in böl RT. P-in bölünsün RT. Deməli, R sabit qiyməti, M sabit qiyməti qaldı təzyiq və temperatur. Təzyiqə baxsaq, birinci halda P0, ikinci halda 2P0. Rho 2 bölünsün rho 1 bərabərdir. P2 bölünsün P1 düz asılı vurulsun. T1 bölü T2 uşaq. Bu 1-dən 2-yə gələndə hər ikisi də 2 dəfə artdığından bu o deməkdir bunlar izotermikdir. Çünki izotermikdə temperatur sabit qalması üçün baxın PV bərabər NKT-dən P ilə V necə asılı olmalıdır, tərs asılı olmalıdır. Amma 1-dən 2-yə baxdığımızda hər ikisi də artır. Ona görə temperaturu tapmaq lazım ki, necə dəyişdi. Gördüyümüz kimi temperatur ikisində hasildir. Birinci halda P0 V0 idisə, ikinci halda oldu 4P0 V0. Deməli, temperatur 4 dəfə artdı. Aha, T1-ə T desək, T2 olacaq 4-də. İndi yerinə qoyaq. Görək nə baş verdi. Deməli, P2 bölü P1, yəni 2P0 bölü P0 vurulsun. T1-ə T dedik, T2-yə 4T dedik. P0'lar, T'lər, 2'lər getdi, aldıq 2-də 1. Deməli, sıxlıq 2 dəfə azalar. Başqa necə getmək olardı uşaqlar? Rho bərabər M bölü V idi. Verilmiş kütləsinə görə kütlə sabitdir. Yalnız həcmə baxacaqdıq. Həcm 2 dəfə artdığından 2 dəfə azalmış olacaq. Düsturun ikisindən də hansı yadınıza düşdü, ondan da gedə bilərsiniz. Fərqi yoxdur. Sadəcə diqqətli olmaq lazımdır ki, görək sabit var, yoxsa yoxdur. İdeal qazın həcminin mütləq temperaturun asılı qrafiklər vermişdir. Hansı prosesdə qaz xarici qüvvə üzərində daha çox iş görər? Qazın daha çox iş görməsini soruşur. Deməli, bizdən sonra düsturumuz, baxın, Nüyer delta T-dən də gedə bilərik. Maddə miqdarı sabitdir. Nüyer delta T-dən. Nüyer delta T-dən geçsək, görər ki, T1-dən T2-yə temperatur dəyişmələri hər biri üçün eynidir. Onda belə çıxır ki, görülən işlər də bir-birinə bərabərdir. Deməli, olacaq Y variantı. 15. Yüklənərək sabit gərginlik mənbəyindən ayrılmışdan sabit idi Q. Kondensator tutumları onunla eyni olan daha iki kondensator paralel birləşdirilərsə, bateriyanın gərginliyi U və yükü necə dəyişər? Aha.
Ayrılmışdır uşaqlar. Ümumi batareyanı deyirsə, yükümüz deyinəməyəcək, dəyişməyəcək. İndi uşaqlar baxaq uya. Deməli, bizdə var idi bir kondensatorımız və deyir ki, onunla eyni olan daha iki kondensator paralel birləşdirilərsə. Aha. Kondensator ikisində paralel. Bu C-dir. C birində birləşdirək paralel oldu C. Aha. Deməli, uşaqlar Q sabiti çünki ayrılmış idi. Q bərabər C udur. O C-dən tərs mütənsib asdı. Əvvəlcə 1C idi. İndi ikisini də paralel birləşdirdi. Oldu 3C. Tutum 3 dəfə artdığına görə gərginlik də 3 dəfə azalar A variantı. 16. Sabit qüvvənin təsirli üfüqi səthdə X oxu boyunca hərəkət edən maddi nöqtənin hərəkət tənliyi bu şəkildədir. Müşahidə başlayandan keçən 3 saniyə müddətində nöqtənin getdiyi yolu hesablayın. Baxaq, birinci sual belə yavaş hərəkətlərdə tormuz müddəti birincisi tapılmalıdır. Tormuz müddətini tapsaq, V0 bölünsün A-dan, V0 20-dir, A neçədir? 10-dur. 20 bölü 10 olacaq 2. Deməli, bu 2 saniyə müddətində dayanacaq. Növbəti 1 saniyə ərzində isə, yəni əvvəlcə necə hərəkət edir? X oxu istiqamətində, düzdürmü? Növbəti 1 saniyə ərzində isə bu yeyinləşən hərəkət eləyəcək. Ona görə də uşaqlar sükunətdən özdə yeyinləşən. Ona görə də yolun ifadəsini yazmaq üçün, baxın, gəlin belə bir tənlik yazaq. Birinci halda S bərabərdir. S1 üstəgəl S2 yazaq. Birincisi X oxu istiqamətdə olan, digərisi X oxunun əksinə olan. Tənlikdə birbaşa yerini qoyub, yalnız yer dəyişməni tapa bilərdiniz. Yolu tapsaz, düzgün çıxmayacaq. Yəni, yolu həmin burada yerini qoymaqla 5t kvadratını yazmağa, 20t çıxsın 5t kvadratını qoymaqla yazmağa çalışsa, cavabınız səhv olacaq. Deməli, birinci halda uşaqlar 2 saniyə ərzində dedik, yavaşyandı. Yəni, burada 2-ni qoyaq. Belə olacaq. 20t çıxılsın 5t kvadrat. Üstəgəlinsin birdən də uşaqlar. AT kvadrat bölü 2. Bu hansı AT kvadrat bölü 2 uşaqlar? Hansı ki dayanandan sonraki etdiyi hərəkətdir. 20t. Burada T1 yazaq. Burada T2 yazaq. T1'imiz oldu 2 saniyə. T2'miz də oldu 1 saniyə. Aha, 20 vurulsun 2. Çıxılsın 5 vurulsun 4. Üstə gəlinsin A. A neçəyində? A dedik 10'dur. 10 bölü 2 olacaq 5 vurulsun T2 kvadrat, yəni 1. Bərabərdir. 20'ni 2'yə vursaq 40. 40'dan 20 çıxsaq 20. 20'nin üstünə 5 gəlsək 25 metr. 16 olacaq. Y variantı. 17. Cədvəldə 3 qonşu otaqlarda psixrometrlərin quru və nəm termometrlərin göstərişləri verib. Otaqlardakı hava nisbi rütubəti arasında hansı müsbət olur? Nisbi rütubət termometrlərin, yəni quru ilə yaşın fərqi ilə tərs mütənsib asılıdır. Quru ilə nəmin. Hansının fərqi daha böyük olarsa, rütubət bir o qədər kiçik olar. 26 çıx 24. Burada 2. Burada 6, 26'dan 19 çıxanda burada 7. Deməli, harada rütubət daha böyükdür? 1-də, 2-də, sonra da 3-də ən kiçikdir. B variantı. Sonra gəlir 18. 2 Y foton çıx A bölü M hansı ifadəli, hansı fiziki qiymətinə müəyyən olunur? Y foton çıxılsın aşağı. Fotoeffekt tənliyi yazsaq, Y kinetik üstə gəl, A çıxışdır. Deməli, Y fotondan A çıxışı çıxanda bizə verir Y kinetiki. Deməli, buradakı ifadəniz YK-dır. 2 YK bölü M. Təbii ki, bu sürətdə, amma yenə də yazaq. 2 vurulsun M, V kvadrat bölü 2 yazıram. Bölünsün M-ə. 2'lər, M-lər getdi. Kök altda V kvadratından çıxacaq V. Deməli, olacaq fotoelektronun sürəti C variantı. 19. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Donor aşkar, akseptor aşkar. Əsas yük daşıyıcılar elektronlardır. Donorda əsas yük daşıyıcılar elektronlar. Akseptorda deşiklərdir. Kristal N tipdir. Donorda P tipdir. Akseptorda. Aşkarın valentli ilə kristal atomların valentli fərqlidir. Bəli, əgər aşkar keçiricilikdirsə, hər ikisi aşkardır. Donor aşkar, akseptor aşkar. Hər ikisində də fərqli olmalıdır. Donorda böyür, akseptorda isə kiçik olurdu. 1, 3, 2, 4, 5. Y variantı. 20. Şəkillərdə yaya bağlanmış, mayaya batırılmış cisimlər təsvir edilmişdir. Yayların uzanması və sıxılması hansı hallarda doğru göstərilmişdir? Uzanıb, sıxılıb. Deməli, uşaqlar bizə verir ki, burada hər birinin M kütləli cisim asıb. Rho cisim böyükdür Romayda. Cisim Romaydan böyükdürsə cisim batmağa çalışacaq və yay necə uzanacaq? Uzanar. Burada rho cisim Romaydan kiçikdirsə, maye cisimi yuxarı doğru itələyəcək. Burada qısalacaq. Qısalar. Aha. Bizdən bunu soruşdu. Yalnız uzanıb və sıxılıb. Burada sıxılacaq. Qısalmaq yəni sıxılırlar. Burada rho cisim Romaydan böyükdür və cisim batmağa çalışdığından yay necə? Sıxır.
Burada roi cisim kiçik olduğuna görə yuxarı doğru qalxmağa çalışdığından yay uzanacaq. Deməli 1-də 4-də uzanar, 2-də 3-də sıxılar. 1-4 uzanar, 2-3 sıxılar. B variantı. 21. Ortadan qatlanaraq tam sıxılmış bir cisim məftildən yük asılmışdır. Məftili tamamilə açaraq yenə həmin yükü asdıqda. Ortadan qatlanmışdır. Məsələn, birinci halda uzunluq E0, enkəsinin sayısı 2S idi. Açdıqda uşaqlar, baxın, bunu baxın buradan gəlin çəkək. Baxın, bax, bunu üzərindən götürdü, açdı bu tərəfə. Kitabı necə qatlayırsınız ortadan? Baxın, o cür fikirləşin. Kitabın qalınlığı necə azalacaq? Uzunluqsa 2 dəfə artmış olacaq. İndi bizdən soruşur nəyə mütləq uzanmaq? F bərabər K delta L-dən. K-nın yerinə Y böl E0 yazsaq, Y böl E0 vur delta L. F-in də yerinə MJ yazsaq, M sabitdir, özü yazıb. R sabit kəmiyyətdir, Y sabitdir. Qaldı delta L, S-lə tərs. S0-dansa düz asılı almış olduk. Delta L S0-dan düz, S-dən tərs asılı aldıq. Deməli, S0-dan düzdürsə, S0 2 dəfə artdığına görə 2 dəfə artır. Sahə də 2 dəfə azaldığına görə, buradan da tərs asıldığına görə 2 dəfə artır. Deməli, 4 dəfə artar. Bu getdi, 2 səhvdir. 2 olanları sildik. 1 olanlar doğrudur. Nisbi uzanması 2 dəfə artar. Deməli, sigma bərabər MJ böl S-dən. M sabitdir. Deməli, mexaniki gərginlik S-dən tərs asılıdır. Sahə 2 dəfə azaldığına görə, ki S-dən S-ə gəlib, 2 dəfə azaldığına görə mexaniki gərginlik 2 dəfə artar. Yəni 6 doğrudur. 5 olanları silirik. Qaldı 1, 3, 6, 1, 4, 6. Bir nisbi uzanmanı deyirdik. Nisbi uzanmanı yazmaq üçün eyni ifadədə sigmanın yerinə epsilon Y yazmağımız kifayət edir Hooke qanunu. Və gördüyümüz kimi epsilon da S-lə sigma necə asılıca, mexanik gərginlik necə asılıdır, elə həmin cür asılıdır. Deməli, o da sahə 2 dəfə azaldığına görə 2 dəfə artacaq. 1, 3, 6 D variantı. 22. Kilogram vur metr kvadrat klon vurulsun saniyə hansı kəmiyyətin vahidinə uyğundur? Aha. Klon yerinə gəlin amper vur saniyə yazaq. Onda belə olacaq. Kilogram vur metrin kvadratı bölünsün amper vur saniyə kvadratı uşaqlar. Kilogram metr kvadratı saniyə kvadratı bizə verir joulu. Joul bölünsün oldu amper. Joul bölü amper, bu da enerjinin amper olan düsturu var. L kvadrat bölgü, bir də var fi bölgü. L kvadratında E kvadrat, amper kvadratda, amma fi bölgü də E-nin özüdür. Deməli, maqnit enerjisi fi böl 2-dən, fi böl 2-dən joul böl amper bizə nəyə verəcək? Təbii ki, maqnit vahidini vermiş olacaq. 23. Reaksiya konturunda kondensatorun elektrik sayəsinin enerjisinin zamanlı asılı qrafik verilmişdir. Hansı ifadələr doğrudur? T1 anında elektrik deməli 0-dan T1-ə azalıb, T1-dən T2-yə artıb, təzədən T2 anından növbəti ana kimi azalıb. T1 anında sarğacıda maqnit seli maksimumdur. T1 anında bəli, kondensatorun elektrik sayəsinin enerjisi sıfır olduğuna görə maqnit sahəsi, sarğacı xarakterizə maqnit seli, maqnit sayəsinin enerjisi maksimal olacaq. Bir doğrudur. Kondensatorun yükü sıfırdır. T2 anında xeyr. T2 anında elektrik sayısı enerjisi maksimum olduğuna görə yük də maksimaldır. T1 anında kondensatorun yükü maksimumdur. Xeyr. T1 anında dedik sıfırdırlar elektrik xarakterizdən kəmiyyətlər. T2 anında kondensatorun gərginliyi maksimaldır. Belə kondensator T2 anında dedik maksimaldır. 1 və 4. Yerin ağırlıq qüvvəsi sahəsində şaqili yuxarı atılmış 1 kiloqram kütləli cismin kinetik enerjisinin, potensial enerjisinin asılı qrafiki verilmişdir. Cismin uçuş müddəti neçə saniyə olar? Deməli, uşaqlar, cismin uçuş müddətini bizdən soruşur. Belə deyək, baxın uşaqlar, havanın müqaviməti nəzərə almadan tam mexaniki enerji kinetik ilə potensial enerjilərin cəminə bərabərdir. Yəni 150 üstəgəl 50-dən 200 joula bərabərdir və yetamın yerinə mj h maksimal bərabərdir. 200 yazaq. H maksimal yerinə bizdən nəyi soruşur? Uçuş müddətini T qalxmadan mj vurulsun. J T qalxmanın kvadratı bölü 2 bərabər 200 yazaq. Aha. J vur J bizə verəcək 100'ü, sıfırlarımız geçsin. M-i 1 kiloqram vermişdi. T qalxmanın kvadratı olacaq 4. T qalxmanın sözü olacaq 2 saniyə. Bizdən T qalxmanı yox, uçuş müddətini soruşur və yerin səthindən atıldığına görə 2 saniyəyə qalxıbsa cisim, elə 2 saniyədə həmin hündürlüyə geri qayıdacaq. Onda uçuş müddəti olacaq 4 saniyə. 24'də 4. 21. Çökük güzgünün qarşısındakı şaquli AB xəttkeşin güzgüdə alınan xəyali xətti ölçüsü 10 cm-dir. Xəttkeşin xətti ölçüsünü hesablayın. Aha, deməli bizə deyir ki, alınan xəyalın xətti ölçüsü 10 cm-dir. Xəyalın xətti ölçüsü için baxın yerləşdirib güzgünün mərkəzində. Güzgünün mərkəzi, yəni O nöqtəsi uyğundur 2F məsafəsinə. Əgər cisim 2F məsafəsində yerləşmişsə, elə xəyalı da harda alınırdı? 2F-də alınırdı. Və bizə yazıb ki, xəttkeşin xətti ölçüsünü hesablayan xəyalın xətti ölçüsü 10 cm-dir. Xəyal budur.
10 santimetrdir. Deməli uşaqlar elə h bölünsün h bərabərdir dərəcədə f bölünsün deyə xəyalın xətt ölçüsü, cismin xətt ölçüsü, xəyal məsafəsi, cisim məsafəsi ikisi də 2f olduğuna görə oldu 1 vahid. Deməli h böl h bir-birinə bərabərdir. Onda belə çıxır ki, elə xəyalın ölçüsündən cismin xətt ölçüsü bir-birinə bərabər olub, o da 10 santimetrə bərabərdir. 26. 8 bloklardan yasalmışdır. Sistem tərazıqdadır. Qüvvənin f1 bölü f2 nisbətini hesablayın. Bloklarla ip arasında sürtünmə qüvvəsi və iplərin çəkisi nəzərə alınmır. Yaxınlaşdıraq şəkli. Deməli, əgər bu hissə f-dirsə, digər hissə də f olur. Və bunu davam elətdiririk. İpin sağda f-dir, solda f oldu. Yenə ipin digər solda f olacaq. Deməli, f2-yə düşdü f. f2 bərabərdir f-ə. İndi bunu davam etdirək. Buradakı ipin gəlməsini tapan uşaq yuxarı 2f olduğuna görə, baxın, burada f, burada f, 2f olduğuna görə bura 2f düşəcək. İndi bu 2f-i davam etdirək. İpin digər tərəfində 2f düşür. Deməli, f1-ə də düşdü 2f. f1 bərabər oldu 2f-ə. İndi bizdən soruşur f2 bölü f1 bölü f2 nisbətini tapalım. f1 2f, f2-si f-dir. Nisbətini tapsaq 2f-in f-ə nisbəti olacaq 2. 27. Dəyişən cəryan dövrəsindən bir-birinə paralel qoşulmuş kondensator və sarğacı müqavimətlərinin dəyişən cəryanın dövr tezindən asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. XC, XL tutum və induktiv müqavimət, IC və EL uyğun olaraq kondensator və sarğacı olan hissədə cəryanın şiddətin təsirci qiymətlərdir. Paralel qoşulduqlarına görə uşaqlar, onların uları eynidir. Onda deməli, o müqavimətsək U, L bərabər olar U böl XL və ya IC də bərabər olar U bölünsün XC və gördüyümüz kimi I, XL və XC-dən tərs mütənasib asılıdır. Deməli, uşaqlar, nə baş verir burada? Deməli, limiyib omega 1, omega 2, omega 3. Omega 2-də gördüyümüz kimi bunların qrafikləri üst-üstə düşür və bunlar bir-birlərinə bərabərdirlər və həmin an rezonans anıdır. Ona görə IL, IC bir-birinə bərabərdir. Müqavimətlər eyni olduğuna görə 1, 2, 3 bərabər olduqları burada da 2-yə getdisi. İndi baxaq, omega bərabər omega 1, omega bərabər omega 3. Deməli, burada nə baş verib? Bir də omega 2 qiyməti var idi arada. Omega 1, omega 2, omega 3. Omega 1, deməli, kiçikdir omega 2-dən, o da kiçikdir omega 3-dən. Deməli, XL-in düsturu nə idi? XL bərabər idi, omega vur elə. Deməli, omega ilə düz asdı. Omega artdığına görə o da başlayacaq artmağa. XL 1, böyük, kiçik, deməli, bizə sayın bərabərsizliyi düzgün yazmadım. Əksinə ən böyük omega 3 gördüyümüz kimi. XL 1 kiçikdir XL 2-dən, o da kiçikdir XL 3-dən. Deməli, XL 3-ə qədər getdikcə başlayır XL-lər artmağa. İndi XL-ləri yazsaq, XC isə XC bərabərdir 1 bölünsün omega C-dir. Deməli, nə baş verib? Burada tərs olacaq. XC1 böyükdür XC2-dən, o da böyükdür XC3-dən. Deməli, XC3 get-gedə azalıb. Deməli, burada bir də 2 nöqtəsində bu ikisi bir-birinə bərabər idi. Bərabər idisə, deməli, belə bir aslıq alırıq. Baxın, burada alırıq ki, XL1 fikir verin, kiçikdir XC1-dən. Çünki XC1 ən böyük idi, axı kiçikdir. Deməli, omega 1-ə bərabər olanda XC daha böyük olmuş olur, yəni B. Bir də ki, I də bunlarla tərs asılı olduğuna görə götürürük D-ni. B və D-ni. Omega 3-ə də qalır digərlər, yəni XL böyükdür XC-dən və cəryan da bunun tərsinə. A və Y variantları. 28. 2 koherent mənbədən gələn dalğaların müəyyən görüş nöqtəsinə qədər yollar fərqi 3 lambda və 2,5 lambda qədər artırılanda interferensiya məncəsində hansı dəyişiklik olar? Birinci olaraq A halına baxaq. Deməli, yollar fərqi delta D maksimum şərtimiz belə idi. 2K vurulsun, lambda bölünsün 2. Və 3 lambda qədər artırılmaq nə deməkdir? Üstünə 3 lambda gəlib. Bir də uşaqlar minimum şərtində yazaq. Görə maksimum və minimumlarda nə dəyişiklik baş verəcək? 2K üstə gəl 1, 2K üstə gəl 1, vurulsun lambda bölü 2, üstə gəlinsin 3 lambda. Yəni bunu yazıram A halı üçün, hər birini 3 lambda qədər artırdım. Birinci şəklimizə baxaq uşaqlar. Bərabərdir. Buradan lambda bölü 2-ləri mötərizə xaricdən çıxardaq. Buradan 2-lərimiz getsin. Nə alırıq? Lambda vurulsun, K üstə gəlinsin 3-ə. Yəni, K üstə gəl 3-ə nədir? Tam ədədlər olacaq da, düzdürmü? Deməli, burada bu elə baxın maksimum şərtimiz idi. Yenə nə aldıq? Maksimal aldıq. İndi minimum şərtimizə baxaq. Üstünə 3 lambda gəlmişik. Buradan belə eləyək. Mötərizəni açaq. Mötərizəni açsaq 2K-nı lambda bölü 2-yə vursaq birincisi olacaq.
lambda. Üstə gəlinsin 2k, bir saniyə k lambda. Bir də uşaq üstə gəlinsin 1 vururuq lambda bölü 2-yə olacaq lambda bölü 2, üstə gəl 3 lambda. Bu lambdaları uşaqlar orta məxrəc götürək. Sonra da mötərizə xaricdən çıxardarıq. Bax, bunlar orta məxrəc götürəndə bura düşəcək 2. Orta məxrəc olaraq burada 2 düşür. Oldu 7 lambda bölü 2. Belə bir şey aldıq. K lambda üstə gəlinsin 7 lambda bölünsün 2. İndi buradan da lambdaları orta mötərizə xaricdən çıxardaq. Belə oldu. Lambda vurulsun. Deməli, lap bunu belə saxlayaq. 2k vurulsun lambda bölü 2. İxtisar aparmayaq sadəlik üçün. Lambda bölü 2-ləri çıxartsaq mötərizə xaricdən alacaq 2k. Üstə gəl 7. 2k üstə gəl 7 uşaqlar bizə yenə verəcək minimumu. Çünki k-nın yerinə 1 qoysaq, tək ədəd qoysaq 2 üstə gəl 7-dən 9. Deməli, cüt ədəddə qoysaq, 2 də qoysaq 4 üstə gəlinsin 7-dən olacaq 11. Yəni bütün hallarda kəsrli qiymət alırıq. Deməli bu da oldu minimum şərt. Yəni maksimum və minimumda heç bir dəyişiklik baş vermədi. Maksimum ilə maksimum olaraq qaldı, minimumda minimum olaraq qalır. Daha sonra uşaqlar o birisinə baxaq. Deməli 3 lambda qədər artıranda interferensiya mənzərəsində heç bir dəyişiklik olmadı. Yalnız dəyişiklik tərtibində olur. İndi 2,5 lambdaya baxaq. 2,5 lambdanın sadəliyi üçün uşaqlar 5 lambda bölünsün 2 yazacağam. Yenə birincisi uşaqlar maksimum şərti üçün yazıram. Deməli yollar fərqi delta D bərabərdir. 2k üstə gəlinsin 1 vurulsun lambda böl 2 üstə gəlinsin 5 lambda bölünsün 2. Deməli buradan uşaqlar neyinə yenə lambdanı vuraq açaq. Bərabərdir. Minimum şərtini yazmışam uşaqlar. Birincisi minimum. Görək minimum olaraq qalır, yoxsa yox. Vurub atsaq belə alırıq. Elə buranı baxın, bayaq kimi saxlayıram sadəlik üçün. Üstə gəlinsin lambda böl 2. Üstə gəlinsin 5 lambda bölünsün 2. Lambda böl 2, 5 lambda bölünsün 2 bizə verəcək deməli neçəni? Deməli 6 lambda böl 3, 3-ü. 6 lambda bölünsün 2 verəcək 3-ü. Buradan da 2-lər getsin. Belə bir şey aldıq. K lambda üstə gəlinsin 3 lambdaya. Lambdanı da mötərizə xaricdən çıxarsaq belə alacaq. K üstə gəl 3. Yəni bu bütün hallarda bizə nə verir? Tamam. Biz hansı şərti yazmışdıq? Minimum şərtini. Amma getdik nə aldıq? Maksimal şərtini. Deməli minimum çevrildi oldu maksimal. İndi yazaq uşaqlar bunu. Deməli maksimumda. Maksimum şərtini yazaq. Delta D. Delta D bərabərdir 2k vurulsun lambda bölünsün 2. Üstə gəlinsin 5 lambda bölünsün 2. Aha, indi buradan sonra lambda bölgüləri çıxardaq mötərizə xaricinə. Lambda bölgü çıxdı, aldıq 2k üstə gəl 5. 2k üstə gəl 5 bütün hallarda bizə nəyi verir? Bizə verir minimalı. Çünki tək ədəd alınır və kəsrli ədəd alacaq lambda bölgüyə vuranda. Deməli maksimum şərtindən aldıq minimuma. Deməli 3 lambda qədər dəyişəndə interferensiya mənzərəsində dəyişiklik olmadı. Minimum maksimum olduğu kimi qaldı. Yalnız tərtib dəyişdi. Amma 2,5 lambda qədər artıranda isə minimum çevrildi maksimuma, maksimumda çevrildi minimuma. Biri digəri ilə yerini dəyişdi. 29. Çevrə boyunca düz xətt bərabər sürətlə hərəkət edən maddi nöqtənin müşahidə başlanılsın. 2,5 dövr ərzində getdiyi yolun. Aha, 2,5 dövr uşaqlar. Bu dövrə həmişə çalışaq kəsrini yazaq. 5 bölünsün 2 dövr. 5 bölünsün 2 dövrdə getdiyi yolun yerdəyişməsi nisbətinə. Yerdəyişmədə uşaqlar bizə nə vacib idi? Bizə lazımdır ki, tam dövrdən nə qədər kənara çıxma var. Yəni burada 5 dövr var. 5 dövr var. Bir də üstə gəlinsin 2də 1 yarım dövr var. Deməli 5 dövrdə onsuz da tam dövrdə yerdəyişmə sıfırdır. O yarım dövrdə də yerdəyişmə nəyə bərabər olurdu? 2 yerə. Amma yolu tapandasa 2 pi r n düsturundan, 2 pi r n düsturundan 2 vurulsun 3, r bilmirik. Vurulsun n də yerinə 2,5. 2-ni 2,5 vursaq olur 5. 5 də 3-ə vursaq olacaq 15 r. Bizdən də soruşur ki, yolun yerdəyişməyə nisbətinə, yəni 15 yerin 2 yerə nisbəti olacaq 7,5. 30. Üfüqi səthdə hərəkət edən bir cisminin sürətin proyeksiyasının zamanında asılı qrafik vermişdir. Birinci cismin üst səthi tərəfindən ikinci cismə təsir edən üçgən sürtünmə qüvvəsinin proyeksiyasının zamandan asılığı. Aha. Deməli, yuxarıda olan cismin sürtünmə qüvvəsi aşağıdakının təcili ilə həmişə eyni istiqamətdə olur. Birinci halda da hərəkətimiz bərabər yeniləşən və x oxu istiqamətində olduğuna görə, deməli, təcil də sağa doğrudur. Ona görə sürtünmə qüvvəsi də olacaq sağa doğru və sabit. Deməli, müsbətdə sabit. İkinci halda hərəkət bərabər sürətdə. Bərabər sürətdə hərəkətdə təcil 0 olduğuna görə sürtünmə qüvvəsi də 0 olacaq. Deməli, bura oldu 0-dan T1-ə. Deməli, sonra T1-dən T2-yə.
T1-dən T2-yə baxın, bu hissədir, 0. Daha sonra hərəkət bərabər yavaşanda, amma x oxu istiqaməti, sürət müsbətdə, təcil isə mənfidir. Deməli, sürtünmə qüvvəsinin istiqaməti olacaq əksinə, sola doğru, mənfi istiqamətində. Qrafiki biraz da uzadaq. Bura T2 idi. T2-dən T3-ə də olacaq. Baxın bura. T3-ə kimi mənfidə sabit. Deməli, birinci belə oldu. Müsbətdə sabit. İkincisi mənfi 0. Üçüncü isə mənfidə sabit. 0, T1, T2 və T3 zamananları. Sürtünmə qüvvəsinin T'dən asılılıq qrafiki. Sağ olun uşaqlar.